Sabahınız xeyir olsun. Yağışlı, soyuq bir gündən hər kəsi salamlayıram. Kanalıma xoş gəlmisiniz. Təbii ki, bizdə bitməyən işlərdən biri, bəlkə də ən birincisi paltarları yuyub sərməkdir. 2 uşaq olduğuna görə dayanmadan da uşaq paltarları çıxır. Hətta bəzən elə günlər olur ki, 2 dəfə elə uşaqların paltarlarını salıram, həm də dolu-dolu maşını. Burada videoda çəkilən çox az bir hissəsi idi, amma daha çox idi bundan. Zala isə dünən yeni mebellər aldıq. Əslində istəyirdim ki, mən də çəkim, sadəcə qəbəldən ala bilmədik. Mən də uşaqlarla uzağa gedə bilmədiyimə görə elə çəkə bilmədim. Dedim, heç olmasa evə gəlib çatandan sonra sizə çəkeyim. Hələ ki üzündəki belə örtücü hissələrini açmamışıq. Çünki üstünə üzlük almaq istəyirik. Həm divanın, həm stolun. Daha doğrusu stolun üzərinə süfrə, divanın və stulların üzərinə isə örtücü bir şey almaq istəyirik. Çünki uşaqlar təmiz saxlamayacaqlar, həm də daha gözəl görünsün deyə. Burada pərdə almağı düşünürük. Pərdə və qapının içərisi düzələndən sonra üstürü falan da var. Daha səliqəli görünəcək. Buralar da bu vəziyyətdədir. İstəyirəm ki, buranı tam olaraq yığışdırım. Buranın bu divanını aparıb çölə qoymuşduq zala. İndi gətirib dünən yerinə qoyduq. Künc divanı özünün yerini tutdu. Bu ventilyatoru buradan götürmək istəyirəm. O gündən bunları aparacaqdım, apara bilməmişəm. Bunları götürmək istəyirəm. Burada yoldaşım yatmışdı, onu yığışdıracağım. Paltarlarını töküb buralara. Belə. İstəyirəm ki, hər yer birdən-birə belə fırlanım görüm ki, təmizləndi, amma olmur. Burada da köhnə stullar var. Bunları da o bir evə aparmalıyam. Həyətdə bir köhnə evimiz var. O evə aparacağam. Ventilyator da aparacağam. Belə. Bu da mən. Evi təmizləsəm də bir tərəfdən də çörək bişirirdim. Əslində xəmir yoğurma falan belə şeylərini qaynanam eləyir. Sobaya qoyma işinə isə mən baxıram adətən. Bəzən vaxtımız olmayanda çörək bişirməsək də adətən biz çörək bişiririk. Belə çörəyi daha çox xoşlayırıq. Çünki marketdən alınan çörək həm tez qurtarır, həm də çox da doyurucu deyil. Amma belə sobada bişirilən çörək həm doyurucudur, həm daha uzun müddət gedir. Həm də daha çox sevirik nədənsə belə çörəyi. Burada da üzərini yumurtalayıb, vilka ilə də bir neçə yerindən deşirəm ki, havası çıxsın. Çörəyi sobaya qoydum, özümə də bir çaşka çay süzdüm. Gəldim zala ki, heç olmasa çörək bişənə qədər burada biraz işlərimdən görüm. Buranı da belə yığışdırdım. Bu qəşəng. Bu stulları qoymağa yer tapa bilmədim, ona görə burada qaldılar. 2 dənə də buradan var. Bunu ortaya qoyacağıq bura. İndi mənim tək gücüm çatmadı. Ondan sonra stullarını qoyacağıq bunun yanına. Belə. Orada paltarlar var, onları da indi götürəcəm. Yığışdırdım oranı. İndi bu ventilyatoru, stulları, bir də bu döşəkləri aparacağım. O evə, köhnə evə. Bunu da sərəcəm paltarları. Bunlar bizim güllərimiz, qaynanamın gülləri. Gülümüzü də çox sevirəm, çox xoşuma gəlir. Belə, burada bizim köhnə evimizdir. İndi düzdür, buranı yığışdırmaq lazımdır. Çox bərbad gündədir bu dəqiqə buralar. Yəni, tozlu, cücələr falan çıxıblar. Pis hala qoyublar buraları. Ona görə bir gün gəlib buraları tərtəmiz silib süpürmək lazımdır. Amma bir vaxtlar biz burada yaşamışıq. Əvvəllər. Yəni mən burada çox az müddət yaşamışam, düzdür. Bir neçə ay. Sonra biz keçdik o bir evimizə. Onu da belə göstərim. Bir gün buraları təmizləyib, hər tərəfi sizinlə də videosunu çəkib paylaşa bilərəm.
Bura mətbəximiz idi. İndi pis günə düşüb. Pilləkənimiz. Burada otururduq. Bura yataq otağı idi. Burada əlavə bir otaq idi. Bu tərəfdə mətbəx. Burada pilləkən. İndi buraları bir gün gəlib yığışdıracağım, təmizləyəcəm hər yerdə. Olacaq qəşəng. Yoruldum. Bizim həyətimiz. Bu bizim təzə evimizdir. İndi oradakı şeyləri aparıb yığacağım köhnə evə. Bayaq o bir otaqda olan yorğan döşəyi də gətirdim yenidən bura kravatın üstünə yığdım. Axşam yeməyini yeyəndən sonra da qaynanam apardı uşaqları yatdırmağa. Evdə hamı həmin vaxtı gözləyir ki, uşaqlar yatacaq, bir xeyli vaxt sakitlik olacaq. Mən də dedim elə fürsətdən istifadə edeyim, qabları da yuyum, sonra rahat gedeyim, istirahət edeyim. Əvvəllər qab yumaq işindən heç xoşum gəlmirdi, yəni uşaq vaxtında. Bu iş mənə yorucu, sıxıcı bir iş kimi gəlirdi. Amma indi nədənsə çox xoşum gəlir qab yumaq işindən. Qabları yuduqca, sürtdükcə sanki özümdə rahat hiss edirəm. Ümumiyyətlə düşünürəm ki, insan ailə qurduqdan sonra, öz evinə xanımı olduqdan sonra hər şeyin qədrini daha çox bilməyə başlayır, daha yığcam olmağa başlayır, gələcəyini düşünməyə başlayır. Amma ata evində olanda məsuliyyət öz üstümüzə düşmür deyə, şəxsən mən elə idim, çox da məsuliyyət üstümə düşmürdü deyə hər şeyi kimdənsə gözləyirdim. Yəni mama var idi, ata var idi qarşıda, onlar eləsin deyirdim. Amma indi yox, indi fikirləşirəm ki, mən də artıq bir mamayam. Mən də nələrsə eləməliyəm övladlarım üçün, gələcəyimiz üçün. Hətta indi xəyallar quranda belə içərisində mütləq övladlarım olur. Onlar üçün nəsə eləmək, onların gələcəyi üçün çalışmaq, onlar üçün ancaq yaxşı şeyləri arzulamağa çalışıram. Düşünürəm ki, bütün valideynlər belədir. Necə ki, bizim valideynlərimiz də bizim haqqımızda həmişə yaxşısını istəyib, yaxşısını düşünüb. Bəzən bizim xoşumuza gəlməsə də, onların seçimlərinə qarşı çıxsaq da, indi düşünürəm ki, onlar həmişə bizim yaxşılığımızı istəyiblər. Bəzən bəzi seçimlərimizə narazıçılıq etsələr də, nəyinsə görə narahatlıqları olsa da, həmişə düşünüblər ki, bizim üçün ən yaxşısı olsun, ən gözəl həyatı yaşaya bilək. Sözümü də qab yumaqdan haralara qədər gətirib çıxartdım. Beləliklə qabları da burada yudum qutardım. Dedim elə bir neçə gündür ki, vaxt tapıb buranın içərisini təmizləyə bilmirəm. Burada çay tökürük, çaynikin içərisini tökürük. Ona görə də saralır. Belə bir yağ sökücü var. Adını xatırlaya bilmirəm indi nə idisə. Ondan birinci yağ sökücüdən tökürəm. Çünki ora yeməyin yağı da tökülmüşdü. Yağ sökücünü tökən kimi də içərisində nəsə ki saraltı var. Hamısını çıxardır üzə. Və tərtəmiz təmizləyir. Üstündən də biraz komet töküb. Əslində adı komet deyil, yəni başqa bir markadır. Xatırlamıram onda bu dəqiqə nə olduğunu. Elə onu da silirəm. Olur tərtəmiz. Həftədə ən azından bir 3 dəfə, 4 dəfə bunu eləməyəndə içərisi tez saralır. Çünki bunun, yəni bu qab yuyan hissənin materialı yaxşı deyil. Bizim əvvəlki köhnə qab yuyanımız var idi. Onun materialı daha yaxşı idi. Çünki o heç bir ləkə saxlamırdı. Çox yaxşı bir material idi. Bir dəfə siləndə bütün ləkələri gedirdi. Bunda isə adicə bir su ləkəsi belə qalır. Yəni bu təmizləməyi də çox çətin olur, çox ləkə tutur. 2 gün ard-arda təmizləməsən içərisi sapsarı olur. Elə bil ki, aylarla təmizləməmiş kimi bir vəziyyətə düşür. Amma o daha yaxşı idi. Hal-hazırda biz də onu istifadə eləmirik. Çünki mətbəx mebelinin üzərinə o uyğun gəlmir. Bir də o bundan daha dayaz idi. Yəni bu daha dərindir. Qab yumağa falan bu daha çox sərf edir, daha rahat olur. Amma yenə də deyirəm, material cəhətdən o isə daha rahat idi, daha gözəl idi. Əgər bu formada, amma materialda elə olan bir qab yuyan olsaydı daha yaxşı olardı. Bu da bizim bugünkü çörəklərimiz. İndi bunları da doğrayıb qoyacağım yerinə. Bundan da biraz yeyilib. Çörəkləri belə ortadan 2 yerə bölüb bir klokun içərisinə yığıram. Onları da qoyuram soyuducunun buz gözünə. Ona görə ki, belə olanda çörək gec xarab olur. Həm də buzdan çıxaranda yumuşaq qalır. Belə ki, çörəyin içərisində maya falan olduğuna görə çox çöldə qalanda bir müddət sonra içərisi yapışqan kimi olur və yaxud da iyi gəlir. Amma soyuducuda belə qalanda heç bir qoxu falan, heç bir şey gəlmir. Həm də çıxardanda sanki ilk gün bişmiş kimi yumuşaq olur.
Eğer videomu bura kadar izledinizsə, like atıp yorum yazıp abone olmayı unutmayın. Gelen videolarda görüşene kadar. Hələlik.